Salam, hər vaxtınız xeyir. Qonağımız var rubrikasının ilk buraxılışını izləyirsiniz. Studiyamızın qonağı Azərbaycan futbolunun tanınmış siması, Qarabağ futbol komandasının sabiq kapitanı Aslan Kərimovdur. Aslan bəy, xoş gəlmisiniz. Xoş gününüz olsun. Təşəkkür edirəm. Buyurun, zəhmət olmasa izləyicilərə özünüzü təqdim edin. Əslində futbol ictimaiyyətində, futbol cəmiyyətində belə demək mümkünsə tanıyırlar. Adım Aslan Kərimovdur. Düz qeyd elədiniz ki, Qarabağ futbol komandasının uzun müddət oyunçusu və kapitanı olmuşam. O cümlədən milli komandanın oyunçusu və kapitanı da olmuşam. Daha sonra məşqçilik karyeram başlayıb kursları bitirmişəm və bir dönəm Berti Fox'un köməkçi, analizçi, köməkçi mövqeyində çalışmışam. Aşağı yaş qruplarında çalışmışam və daha sonra karyeramı məşqçilərin maariflənmə şöbəsi ilə bağlı kursların keçirilməsində iştirak edirəm və sonradan da isə bu kursların rəhbəri vəzifəsində çalışdım. İndiyə qədər də davam eləyir işim. Çox gözəl, uğurlarınız bol olsun. Qarabağla bağlı niyə giriş verdik? Çünki aktual mövzumuz hal-hazırda Qarabağdır bildiyiniz kimi və önümüzdə də Liverpool'la milyonluq komanda ilə bir oyunumuz var. Ümumiyyətlə Çempionatlar Liqasında Qarabağın oyunlarına qarşı fikirləriniz nədir? Hansı oyun daha yaxşı olub siz üçün? Hansı oyunda daha yaxşı performans göstərə bilərdik? Əslində baxası olsa bu biraz geniş müzakirə olunan bir mövzudur. Çünki Çempionlar Liqası haqqında danışanda elə Çempionlar Liqasına düşərkən ki o play-offlar oynadıq biz, məsələn Ferencvarosla oyun keçirdik. Yəni bu oyunlardan belə etibarən əslində bizim belə deyim də bəzi üstün, zəif tərəflərimiz olub. Yəni biz belə deyim də Real Madrid Çempionlar Liqasını götürən dövrdə və yaxud da Paris Saint-Germain Çempionlar Liqasını götürən dövrdəki kimi bu performansda oyun nümayiş etdirməmişik. Zaten belə oynamaq da belə deyim də mümkün olan bir şey deyildi. Çünki əlində olan imkanlar, o nə qədər imkanın varsa, yəni yalnız o qədər oynaya bilirsən. Bu baxımdan bizim üstün və zəif tərəflərimiz olub. Amma ümumi götürəsi olsaq, əslində hər bir qələbə belə deyim də çox vacib idi Çempionlar Liqasında. Mənə görə məsələn bu qələbələrin təməlini qoyulan oyun Benfica ilə oyun idi ki, yəni 2-0-lıq məğlub bir durumda ki, oyunu bəlkə də ilk yarısını, bəlkə birinci hissəni o qədər də inamlı başlamamışdıq. Yəni bilirdik harda oynayırıq. Amma ondan sonra bir balaca belə deyim də iştah o diş altındadır deyirlər. Bir qolu vurduqdan sonra demək olar ki, Çempionlar Liqasında biz bir neçə mərhələ adlama imkanımız olmağını biraz inandırıcı gəldi və bunun ardı da artıq ardıcıl şəkildə gəlirdi. Amma təbii ki, dediyim kimi, yəni bəzi oyunlar olub ki, yaxşı da oynamışıq amma məğlub olmuşuq. Bəzi oyunlar olub ki, o qədər də yaxşı oynamasaq da, səhvlərə yol versək də belə, amma yenə də bu oyunu yaxşı nəticə ilə bitirmişik. Yəni müxtəlifdir. Aslan bəy, hər kəsin, izləyicilərin də, bütün azərkeşlərin də maraqlı olduğu söhbətlər Qarabağ mövzusunda var ki, Qarabağ neçə ildir ümumi olaraq Çempionlar Liqasına çıxa bilmirdi. Bu il sonunda o sərhədi yıxdı, o divarların hamısını yıxdı, Çempionlar Liqasına çıxdılar və oynadığı bütün oyunlarda, yəni məncə komandanın qalib gəlməyi, məğlub olmamağa 50% şansla. 50 biraz çox olardı. Belə deyim də, əslində məğlubiyyətin ümumiyyətlə də bütün bu fəlsəfi olaraq yanaşası olsaq, məğlubiyyətin bir formulası, bir düsturu yoxdur. Sən hər şeyi düz eləyə bilsən də belə, illa ki də biz futboldan danışırıq. Zaten futbolda belə deyim var ki, 2+2 hər zaman 4 eləmir. Bəzən 5 eləyir, bəzən 3 eləyir. Çünki sən hər şeyi düz elədiyin halda belə bunun bir belə deyim də garantisi yoxdur ki, sən bu oyunda qalib gələcəksən və ya da sən çempion olacaqsan. Hər şeyi düz elədiyin halda bəzən kimsə ayağı sürüşür və ya da vurduğu zərbə dirəyə dəyir, amma digər komandanın vurduğu zərbədə belə deyək də o rikoşet deyirik də, dəyir başqa oyunçuya, öz oyunçusuna qol girirsə və qələbə qazanırsa, yəni bunu da artıq şansa gətirib çıxartmaq olar. Hər şeyi düz eləyirsən amma qalib gəlmirsən. Qarabağın fonunda götürəsi olsaq, əslində bunun altında yatan başqa amillər var. Yəni bəxtdən qabaq, mən demirəm bəxtimiz gətirməyib, amma bəxtdən qabaq ilk növbədə ondan ibarətdir ki, uzun müddətdir onlar eyni sistemdə işləyirlər. Yəni yəqin ki, bu haqda çox danışılıb və məşqlərini görən, bu sistemin içində olan birisi kimi deyə bilərəm ki, bəlkə 10 ildən artıqdır ki,
elə Eintrachtda vurulan 3 qolu götürəsi olsaz, nəzərə baxası olsaz, üçü də eyni tipli qollar idi. Yəni cınaq müdafiəçisinin qoşulması, daha sonra paralel olaraq qapıya ötürmə və ondan sonra isə sonlandırma. Yəni bunu demək olar ki, Allah nə deyim sizə, bəlkə də 10-15 ilə yaxındır ki, bunun üzərində hər zaman işləyirlər, mükəmməlləşdirməyə çalışırlar və bu öz bəhrəsini verir. Əlbəttə ki, bunun içində təbii ki, bir çox faktorlar var. Yəni bəzən görürsən ki, komandanın yorğun halda yaxalaya bilirsən. Bəzən sən ən performansın yaxşı olan dövrdə rəqib komandanı yaxalamaq imkanın olur. Amma bütün bunların içində belə demək mümkünsə, bəlli bir səviyyə olmalıdır. Yəni o sən səviyyədə olmasan, misal olaraq biz burada yığılıb gedək və deyək ki, bizim bəxtimiz gətirsə biz uda bilər edək. Ya heç vaxt uda bilməyəcəyik. Yəni ən azından bir peşəkar komandanı udmaq şansın yoxdur sənin. Bəxt nə qədər işləyə bilər? Bəxt o səviyyəyə gəlib çatmalısan. Yəni mən hesab edirəm ki, Qarabağ komandası ən azından Avroliqa, Çempionlar Liqasına çıxa biləcək qədər performansları var. O performansa sahibdilər. Amma bu qədər uda bilməkdən ötürü, bu qədər qabağa getmək nə vaxtsa biraz şans da kömək eləyir bizə. Burada artıq o şansı dəyərləndirə bilərik. 50 deməyək, hardasa 30-40%. 30 deyək, 30 olsun. Avropanı həqiqətən də çox belə çaş-başa salmışıq. Kiçik büdcəli bir komanda. Təbii və onu qeyd edeyim sizə ki, bu Portuqaliya liqasının 1-ci liqasının oyunçuları da çoxsu. Yankovic ola bilər ki, daha keyfiyyətli bir millidən gəlib. Amma digər Kolumbiyalılar, Braziliyalıları götürəsi olsaq, Medina, Duran, digərləri Andrade, bunlar hamısı Portuqaliya liqasının 1-ci liqasının oyunçularıdırlar. Yəni əslində Benfica'da da bu belə deyək də bu işin içində olan insanlar, yəni məşqçini çıxartmaqda əsas səbəblərdən də biri, yəni onların qeyd elədiyi şey ondan ibarətdir ki, necə olur bizim 1-ci liqada olan oyunçularımız gəlir Qarabağın heyətində bizə qalib gəlir Benfica kimi bir komandaya. Yəni biz bunları görməmişik, ya biz bunları tanıyırıq. Yəni bu keyfiyyətə malik olan oyunçular bizi udmalı deyirlər, deyirdilər. Amma bəlli bir sistemdə olursansa, bəlli bir hazırlıqda olursansa, göründüyü qədərilə qalib gəlmək mümkün olur. Və Qarabağda Andrade'də Rodrigo vibe alıram mən bəzən Andrade oynayanda baxanda. Ya bəli, yəni onun üstün tərəfləri onun partlayıcı sürətidir. Təzə-təzə gələn vaxtı çox da alınmırdı. Yəni öz üzərinə topu götürməkdən çəkinirdi. Bir balaca top itkiləri. Yəni siz yadınıza gəlir onun təzə Qarabağa gəldiyi. Hardasa bir 3 il bundan əvvəl idi, 3 il 4 il bundan əvvəl idi və həddindən artıq ehtiyatda qalırdı. Bəzən ikinci hissədə meydançaya girirdi. Yəni top itkilər həddindən artıq çox idi. Zaten ona görə də Portuqaliyanın 1-ci liqasındadır. Duranı məsələn deyirsiniz siz də. Azarkeşlərdə Duran Nərmandan, yəqin ki ona da qayıdacaq, Nərmandan daha keyfiyyətli oyunçudur algısı var. Duran daha işgüzar bir oyunçudur, amma mən sizə əmin eləyirəm ki, bir mütəxəssis olaraq bir oyunçunun o ayağının içini qoyma, texniki elementinə baxası olsaq, Nərman da, Musa da Durandan mənə görə daha üstün oyunçudur. Yəni üstün deyəndə nisbətən ikisini nəzərdə tuturam. Amma bu adamın sona qədər oynaması, özverisi türkləri demişkən, o baskılı oynaması digərlərinə nisbətən daha ön plandadır. Duran Nərmandan daha çox təzyiq göstərir rəqibə. Sizin sözünüzə qüvvət. O barədə, o baxımdan azarkeşlər Duranı biraz artıq görür. Ya, bəlkə də, yəni azarkeş tərəfindən oynayır. Belə deyək. Daha ürəkli. Zaten burada başqa nüanslar da var. Mən Nərman haqqında sizə danışanda onu deyim ki, mən ondan yaxın tanıyıram Nərmanı və belə də salam mələkimiz var. Buradan Nərmana da salamlar. Bizim dillə deyəsə olsaq o belə deyək də, çayxanada oturub söhbət edəndə tanıyıram onu. Gənc oyunçudur. Yəni hardan tanıyıram onu da deyim. Mən 21 yaşlılardan ibarət milli komanda ilə təlim məşq toplanışında olarkən, bəli. Və mən əslində orada belə deyək, məşqçilərlə bir yerdə idim və bizim federasiyadan olduğuna görə məşqlərin nəzarəti, daha sonra oradakı yüklənmələrə nəzarət eləyirdik, ölçü vahidləri, zatları götürürdük. Bununla bağlı o toplanışdaydım. Samir müəllimin toplanışı idi. Və oynanda Qarabağdan çıxan birisi kimi, tanıdığım kimi belə də danışırdıq, eləyirdik. Yəni bu adamın üz dizgilərinə baxanda, məşqə çıxanda, məşqdəki hal-ı havasına baxanda biraz belə də küskün kimi görsənir. Yəni insanın tipi elə bir şeydir. Ki qıraqdan baxırsan deyirsən ki, bu elə bir ki küsüb. Mən özüm də həmin algıdaydım ki, niyə beləsinə məşq eləyir də? Niyə o canla qoymur?
mən özüm məsələn məşqdə olarkən, mənim haqqımda kimdən futbolda soruşası olsaz, nəyim də olmasa, yəni məşqdə canla başla məşq eləyən birisi idim və insanlara, məşq oyunçulara baxanda deyirdin ki, məşqdə əməlli başlı belə də biz deyirik, can qoymaq lazımdır, oynamaq lazımdır. Bu belə bir tipdə olan oyunçu deyil və bizdə də o qədər belə tipli oyunçular olub ki, əslində məşqdə o qədər də çox can qoymurlar, amma oyunda o kreativlik tamam başqa bir şeydir. Yəni mən məsələn nə qədər də qaçsam, mən yəqin ki, vuran, yıxan kimi tanıyırsınız da, bu Ronaldo mənim başıma bəla oldu. Ki mən sərt oynayıram, qırmızı kartlarım çox olub, amma mən boynuma da almalıyam ki, o kreativlik baxımından gələsi olsaq ki, o heç kimin gözləmədiyi bir addım, heç kimin gözləmədiyi o pas, o keyfiyyət məndə yox idi. Məsələn, Mahmudda var idi, Bəxtiyar Musayevdə var idi. Digər futbolçuların da hamısını deməyim, ya məndən qabaq Vidadi Rzayev, Yunus Hüseyn, ya bu oyunçular həqiqətən də kreativdirlər, amma məşqdə onları kiməsə belə də yıxılıb sürüşmə fəndi eləyən, kimisə itələyən, çox qaçan heç vaxt görməzdin. Bəli, yəni bu tip oyunçular qıraqdan belə görsənə bilər. Amma mən əmin eləyirəm ki, elə Qarabağın Çempionlar Liqasına çıxmasının əsas səbəbi, bəlkə bir oyunçunu deyəsi olsaq, o da Nəriman idi ki, sonuc etibarilə Nəriman hələ Ferencvarosla sonda o topu uğurlamasaydı, o topu almasaydı, daha sonra yadınıza gəlirsə Braqa ilə o qolları vurmasaydı, yəni bu oyunçunun keyfiyyəti olan bir oyunçudur. Hə, bir gənc oyunçudan söhbət gedirsə, ya bu oyunçu uzun müddət oynamalıdır, oyun praktikası qazanmalıdır. Ki bu biraz paradoksdur əslində. Bir tərəfdən oynamalıdır, digər tərəfdən gənc oyunçu oynayarkən səhvlərə yol verir. Bu qaçılmazdır da, elə deyil. Hər bir insan səhvlərə yol verə bilər. Orada o qədər diqqət var adamın üzərində. Tribunada olan o həyəcan, o stres. Təbii ki, amma işte burasındadır ki, sən səhv eləyə bilərsən də. Yəni hər aldığın vəziyyəti qola çevirmək zaten bu püxtələşmiş bir futbolçu deməkdir. Amma Nərimanın bu yolu getməyə hələ ehtiyacı var. Digər tərəfdən isə bir baş məşqçi olaraq tutaq ki, mən Qurban Qurbanov olaraq da, yəni insanlar məndən də bir qalibiyyət gözləyirlər. Yəni mən əgər oyunçu yetişdirirəmsə, bu tamam başqa bir fəlsəfədir, tamam başqa bir yoldur. Amma qələbələr qazanmaq, uğura doğru getmək, bu tamam bir başqa yoldur. Çünki biri bir-birinin şeyidir də, yəni tərsidir. Əgər sən gənc oyunçusansa, mən qələbə qazanmaq istəyirəmsə, mənim heyətimdə qocaman amma sabah belə də futbolu qutaran bir oyuncu varsa, amma bu gün o qol vurursa, mən onu qoymaq məcburiyyətindəyəm, səni qurban verməliyəm. Bu cür məsələlər istər-istəməz ortaya çıxanda bunun ikisini də eyni vaxtda eləmək nadir hallarda baş verə bilir. Bəlkə Messi kimi, nə bilim, digərlərinin o dünya futbolunda gənc 17-18 yaşında oyuncular var ki, həddindən artıq çox böyük istedadlar, onlar meydana girirlər, o ümumi abu-havanı pozmadan, Arda məsələn Türkiyədə, amma o da yenə də Real Madriddə düzdür, səviyyəsi həddindən artıq böyükdür. Çox sevilmir. Bəli, yəni bəzi oyunlarda onu da ehtiyatda qoymağa deyirdilər, istəyirdilər. Ancelottinin vaxtı məsələn ehtiyatdaydı. Bəli, yəni oyun praktikası qazana bilmirdi. Nərimanla da bunu paralellər gətirəsi olsaq, onun vəziyyəti indi bu dəqiqə Nərimanın vəziyyəti eyni vəziyyətdir. Çətindir, oynamadıqca da oyun praktikasından geri qalırsan. Amma ümumi götürəsi olsaq, mən hesab edirəm ki, çox keyfiyyətli və yaxşı bir oyunçudur. Yəni potensialı olan, gələcəyi belə deyim də ulduz ola bilən oyunçularımızdan biridir. Çünki onun o partlayıcı sürəti, o sürət də elə bir şeydir ki, doğuşdan olan bir şeydir. Yəni genetik olan bir şeydir. Oyun sürətini artıra bilirsən, tez fikirləşməyi, qərarları, amma o partlayıcılığı ki, o genlə bağlı olan, o əzələ lifləri ilə bağlı olan bir şeydir ki, o məndə məsələn olmayıb. Yox, cavanlıqdan əlavə, yəni sən doğuşdan etibarən o partlayıcı əzələ liflərinin faizi neçədirsə, onu dəyişmək olmur məşqlərlə. Bəli, yəni Nəriman da elə partlayıcı oyunçulardan biridir. Elə biz Nərimandan danışmışkən, Ajax-la oyunda Nərimanın tənqid olunmağı daha çox artdı izləyici tərəfindən. Bəli, bir memlər yarandı, nə bilim, insanlar arasında. Kimlərsə Ramiz Mehdiyevin adamı dedilər. Adamı var orada. Çox gülmüşdüm əslində buna. Həqiqətən də belə bizim insanların hansısa bir olaya, hansısa bir hadisəyə yanaşmaları, yumorla yanaşmaları inanılmaz dərəcə kreativdir hamıda. Amma işin digər tərəfinə baxası olsaq, təbii ki, bu anlaşılandır. Yəni Ajax-la oyunda
bayaq bəxtdən deyirdik, məsələn Ajaxın da baş məşqçisini dəyişmişdilər də və bu bizim üçün bir performansa və bizə qədər də Ajax əslində ən belə deyim, dövrünün bəlkə də ən zəif sezonu idi. Demək olar ki, bütün oyunlarını məğlub olurdular və 0 xalları var idi Çempionlar Liqasında. Bizim isə 6 idi ya 7 xalımız var idi. 2 dənə qalibiyyətimiz, bir dənə də heç heçəmiz Chelsea ilə. Bəli, 7 xalımız var idi. Və biz Ajaxla qarşı bütün azarkeşlərdə də ki, biz Chelsea ilə necə 2-2 eləmişik, Benfica-nı etmişik, Ajaxı da udmalıyıq da, burada nə var ki bəyəm. Və bu zihniyyətlə bəli, bu zihniyyətlə yanaşası olsaq, hamı böyük şeylər gözləyirdi orada və Nəriman meydançaya girəndən sonra belə deyim də o 2 dənə qol buraxıldı. Ya bu adamın bir bəxt məsələsidir ki, əslində qolların özünə baxası olsaq, yəni qollar müdafiə keçid zamanı oldu. Yəni bilmirəm futbol terminologiyası ilə, futbol danışığı ilə deyəsi olsam nə qədər aydın olacaq. Yəni qolların əslində vurulma səbəblərinin ən çoxu 70-75% top itkisindən sonra baş verir. Tez qazanırsansa, belə də topu alandan sonra tez rəqib meydançasına yaxınlaşa bilirsənsə qol vurmaq şansın yüksəlir. İtirəndə isə biraz gecikirsənsə rəqib sənin qapında qol vurur. Və bizim buraxdığımız qol əslində Nərimanla əlaqəsi olan bir qollar deyil. Yəni bizim yarım müdafiə xəttimiz qollara bir də baxası olsaz əslində Bikalyonun başını belə yelliyə-yelliyə geri qayıtması, Cəfər Quliyev rəqib yarım meydançasından başını belə deyim də alovlu oradan geri qayıdır, amma ortada Zubir, Yankovic belə gəzə-gəzə gəlirlər, geri qayıdırlar. Onlar da güvən hissi var da, Medinaya Bəhlullar güvən hissi. Nə qədər də Ajaxla oynayarkən bunu nə bilim, bəlkə də Yevlaxa qarşı oynayanda güvən hissi ola bilər, amma bu səviyyədə ya heç kim bağışlamır. Yeri gəlmişkən Kəpəzlə oyuna məğlub oldular da, yad bilirsiniz yəqin 2-0. Ona da gələcəkdi. O haqda danışacağıq. Yəni nəyə gətirmək istəyirəm? Ya bu səviyyədə güvən çox da rol oynamır da. Yəni sən sıx ortalamalısan, sən say çoxluğu yaratmalısan. Hətta bu səviyyədə say çoxluğu yaradanda belə nəyisə bir balaca gec eləyirsənsə sənə qol vururlar. O ki qaldı ki, sən boşluq buraxasan, tək Medinanın üstünə buraxasan Ajax-dakı oyunçuları. Ya bu mənə görə əslində tənqidlər yenə deyirəm, mən azarkeşləri başa düşürəm, amma peşəkar danışası olsaq, ya Nəriman təbii ki oyunda yaxşı oynamadı. Yəni o ən yaxşı oyunu değildi. Amma Nərimandan daha aşağı səviyyədə oynayan oyunçular var idi ki, heç kim onlar haqqında bir kəlmə demədi. Nəriman bizə tənqid yeridir də, tənqid nöqtəsidir. Güvən dediniz bayaq. Güvən sizcə bizi geri salır yoxsa? Yəni ya, son oyunda məncə siz belə deyim, mən inanmıram ki, belə deyim, Yankovic belə də arxayın ki, Medina ordadır, mən geri qayıtmıram. Bu düşüncədə deyillər. Yox, oyunlara qarşı, məsəl üçün biz Benfica'ya qarşı biraz inamsız və yaxud da ki ürəklə çıxırıq, Kəpəzə qarşı gəlirik, amma 2-0 uduzuruq. Ya ümumi bu paralelləri götürəsi olsaq, əslində belə deyim də bunun biraz təsiri olur. Bilmirəm necə siz bunu təsəvvür eləyəcəksiniz. Ya bir tərəfdən sən Enfielddə oynayırsan, ya bu qədər azarkeş qarşısında oynayırsan, mən öz başıma gələndən də deyim də, ya məsələn Portuqaliyaya qarşı oynayırsan, nə bilim İtaliyaya qarşı, yəni mənim dövrümdə Del Piero, Cassano, nə bilim Vieri, İtalyanlar özdə o dövrdə daha belə deyim də prestij bir milli komanda sayılırdılar və bir oyundan 3 gün, 4 gün sonra gəlirsən Bakıda, hansısa bizim dövrümüzdə özdən sən Bərdə, nə bilim elə stadionlarımız olurdu ki, belə də yarı yerdə ot var, yarı yerdə ot yoxdur. Ora çıxırsan, ya biraz adam özünü birtəhər hiss eləyir də, ya oradan bura. Ya biraz belə daha rahat oynayırsan, bir balaca bu hiss olur, istəsən də, istəməsən də. Ya bunu başa düşmək lazımdır. Ya bunu Zubir bir tərəfdən yenə də deyirəm, səni qaldırırlar, sən Benfica-nı udursan, nə bilim Chelsea ilə oynayırsan, gəlirsən indi Kəpəzlə yenə də oynar. Həmin şeyi yenə udaram da düşüncəsinə girib istər-istəməz bir balaca belə də biraz boş çıxırsan oyuna. Digər tərəfdən isə yeri gəlmişkən əslində Kəpəzlə oynayanlar belə deyim də Eintrachtla oynayan oyunçular deyildilər. Yəni ehtiyatda qalan oyunçular idilər. Ya bu oyunçuların da performans göstərməsi, qollara baxası olsaq yazıq Buntici mən nə qədər qınayarsan ki, bir qapıcı mövqeyi ilə bir mövqeyidir ki, sən daim orada dayanmaq məcburiyyətindəsən. Əgər oyun praktikanı yoxdursa, top hissiyat məsələsidir də, nə qədər məsafəni hiss eləyib önə çıxasan, pozisiyanı doğru tutasan, bu hissiyat məşqlə gəlmir ortaya. Bu ancaq təzyiq altında, o stres altında, adrenalin altında sən oyunda yalnız bunu hiss eləyib, bunun praktikasını toplaya bilirsən. O da axırıncı dəfə nə vaxt oynayıb, nə bilim, yadıma gəlmir heç. Özdə oynasa da belə daxili çempionatımızda hansısa yüngül oyunlarda da ara-sıra kimsə gəlirdi onun qapısının ağzına, kimsə gəlmirdi. Amma bu cür səviyyədə oynamırsansa, yəni bu normal halda belə bir məğlubiyyətlər.
izləyici kimi mən yəni düşünmürdüm bura qədər. Mən düşünmürdüm çünki Bu formada gəlməyini düşünmürdüm. milyonluq komandaların qabağına çıxmaq. Yəni əslində heç kim düşünmürdü. Mən əmin edirəm ki, sizə Qarabağın özü də bu qədər irəliləyə biləcəyini düşünmürdülər. Yəni əbəs yerə deyil, Qurban ağlamaq tutur zad eləyir. Yəni bu yəni sən əgər inanırsan ki, bunu keçəcəksən, çempion olanda niyə ağlamırsan bəs məsələn deyək də. Sizə belə bir sualım olacaqdı. Qurban Qurbanov çox gözəl baş məşqçisidir ki, Avropa ölkələri arasında bir səs salmış. Qurban Qurbanovun yerində siz bu gün olsaydınız, komandada hansı dəyişikliklər eləyərdiniz? Çox gözəl sual idi. Qəşəng sual idi. Çox gözəl sual idi. Yəni bu biraz çətindir bu sualı cavablandırmaq. Əslinə qalası olsa əgər bir komanda uğur qazanırsa, nəticə əldə olunursa, yəni yanlış yolda olduğunu və ya da mən bunu dəyişərdim deyə demək düzgün olmaz. Yəni mən əslində məşqçilik baxımından bizim də belə deyim, düşüncələrimiz eyni istiqamətdədir. Yəni bu çalışmaqdır, doğru oyunçulara belə deyim də o yatırımı doğru oyunçulara yatırmaqdır. Ya digər komandalarımız da var ki, əslində hər hansısa bir oyunçuya məsələn eyni məbləği ödəyirlər, amma o oyunçudan həmin performansı ala bilmirlər. Yəni bu əslində bu doğru istiqamət, doğru oyunçulara maliyyə yatırmaqdır ki, bu istiqamətdə onlar kifayət qədər yaxşı nəticələr göstəriblər. Təbii ki, burada deyirəm, elə oyunçular da olub ki, alıblar, amma belə deyim də bir işə yaramayıb və yaxud da xarakter etibarilə düz gəlməyib, bu oyun üslubuna düz gəlməyib, belə şeylər də olur. Yəni bu işin gedişatında normaldır. Mənə görə bəlkə o müdafiə keçid baxımından biraz daha çox işləməkdən biraz artırmaq olar mənə görə. Amma deyəndə bu da bir metaforik bir şeydir də. Yəni mən deyirəm bunu, bəlkə də belə eləyəsə olsaydılar, belə deyim, hücum üzərində işlədikləri qədər müdafiə üzərində də işləsəydilər, müdafiə keçidə də işləsəydilər, bəlkə bu nəticəni əldə eləməzdilər. Çünki birindən azaldırsansa, istər-istəməz ondan nəticə almaq da çətin ola bilərdi. Qarabağda komanda daxilində də hansı futbolçu getsə, Qarabağ bir azca da olsa sarsılar. Sarsılar, hə, belə deyə də onun gedişi əməlli başlı performansa təsir eləyərsə, mən Kevin Medina deyərəm. Əslində doğru qeyd eləyirsən. Bu bir dənə oyunçu demək biraz düz olmaz. Bir deyil, bir neçə dənə saymaq olar. Demək olar ki, indi bu dəqiqə bizim müdafiənin mərkəzinin ən yaxşı oyunçularından biridir. Yəni bir çox onun oyununa görə biz müdafiədə etibarlı müdafiəni belə deyək, sağlam saxlamağı bacarmışıq. Ondan əlavə Zubir indiki performansı belə də, yəni son dövrdə mən deyəcəm aşağı düşüb, zəifləyib. Transfer olmalıdır. Yəni bu vaxtı transfer hara transfer olacaq? O da ərəblərə transfer olacaq. Ərəblərə gedə bilər. Bu yaş dövründə. Məncə ehtiyac yoxdur, amma sadəcə biraz performansı zəifləyib əvvəlki vaxt. Amma belə deyim də Qarabağın bu səviyyəyə gəlib çıxmasının ən böyük səbəblərindən də biri əslində Zubirdir. Ümumiyyətlə Qarabağın, yəni bu transfer yanlış transfer dedizdirdiyi bir oyunçu görməmişəm. Əslində çox tənqid elədilər. Çox tənqid eləyirdilər bunu. Belə deyim də, əslində deyirdilər, okey, bu komanda var, yaxşıdır, amma bizə mütləq hücumçu lazımdır, bizə bir dənə qapıcı lazımdır. Hə, sayırdılar elə, hə. Bizə bir dənə yarım müdafiə mövqeyi lazımdır. Təbii ki, belə deyə də ən yaxşısını istəyirsən, lazımdır bizə. Yəni bir Premyer Liqada oynayan və ya İtaliyada oynayan bir hücumçu olsa niyə də almayasan? Bu almaqla da bağlı, bununla da biraz belə deyim də istəyirəm danışam ki, bütün azarkeşlər bir dənə sizin bir nə bilim 1 milyon pulunuz yoxdur, bu qədər pul qazanırlar bunlar, 30 milyon bir gəldi, nə bilim prezident bu qədər pul verdi onlara. Bir dənə gedib oyunçu ala bilmir. Hamı üçün normal azarkeşin elə bilər ki, bazarda satırlar. Gəldi nə 2 dənə ondan, 3 dənə bundan ver deyil. Yəni bu oyunçu almaq asan məsələ deyil. Bir, oyunçu gərək özü istəsin, gəlsin. Yəni top səviyyədə olan oyunçu, yaxşı oyunçudursa, oyunçular top liqalarda oynayırlar. Ortabab liqalarda oynayan oyunçular, məsələn, bir Belçika, Hollandiya çempionatında oynayan potensialı olan oyunçular. Onlar məsələn Azərbaycana gəlmək istəmirlər. Qiyməti ucuz olur ha. Potensialı var, o qədər də böyük məbləğ deyil. Amma deyir ki, məni Qarabağda görərlər, yoxsa məni Avropada daha tez görə bilərlər. Ona görə də onlar daha tərcih edirlər ki, Avropada qalsınlar. Və Qarabağ üçün də məcburiyyətdən onlar məcburdular ki, artıq Portuqaliya kimi liqlərdə biraz texnikaya üstünlük verən bu cür oyunçuları ala bilsinlər ki, bunu da eləyirlər. Ən yaxşıları Juninho idi məsələn. Dino Indilovo var idi o vaxtı. Juninho idi, belə deyə də o lotereya kimi çıxan hücumçular deyə də hər dəfə də yaxşıları çıxmaya bilir. Çünki bu elə bir şeydir ki, baxırsan bu komandada performans göstərir. Məsələn, Juninho-nu Qarabağdan alanda
Yəni kimə istəsəydin sata bilərdin də. Ki bu da sözün əsl mənasında bu bazardır, əməlli başlı menecerlərin bazarıdır. Yəni 2 dənə 3 dənə Çempionlar Liqasında oyun oynayır, Avroliqada oyun oynayır, göstərirsən. Ya Junior'u aldılar. Nə oldu Junior? Nə qədər oyuna çıxdı? Azarkeşlərin xəbəri var yəqin ki də. Yəni tək Junior deyil, ümumiyyətlə digər oyunçular da var ki, eləcənə də Qarabağ özü sən hansısa bir liqadan baxıb yaxşı bir oyunçunu alası olsan, bu demək deyil ki, səndə də həmin performansı göstərəcək. Aslan bəy, Nərimandan danışmışkən, Nərimanın oynamadığı oyunda komanda qalib gəldi. İndi siz də futbolçu olmusunuz. Sizcə bu onun psixologiyasına necə təsir eləyəcək? Bu qədər təzyiq altında olduğu halda, yəni bu bir mənalı şəkildə təsir eləyir. İlla ki də oyunçu gəlir cavandırsa və bir tərəf belə deyək də, əslində Braqaya vurduğu qoldan sonra Nəriman belə Azərbaycan xalqının əldə gəzilən bir oğlanına çevrilir və bu əslində atalar məsələdir. Bu haqqda dastanlar yazılır. Yəni xalq səni göyə də qaldırar, oradan birdən-birə yerə də çırpar. Yəni istər-istəməz hansısa bir oyunda performansı alınmayanda da ya bu qədər tənqid özdəki bir var ki, həqiqətən də məsələn təkbətək çıxar, əyri vura, qol vura bilməyə, penaltini qaçırda ki, bu Turalın başına gəlmişdi əslində Turalın. Və digər tərəfdən amma Nəriman məsələn Ajax-la çıxdı, belə baxanda yenə deyirəm, məşqçilik baxımından mən əminəm ki, Qurban Qurbanov və onun texniki heyəti də Ajax-la oyunda Nəriman haqqında heç fikirləşmir, heç Nərimana kritika da eləməyiblər. Digər oyunçular daha çox səhvlərə yol verib. Və bu baxımdan Nəriman da oturur ki, mən yazıq neynədim ki də, mən bu oyunda ehtiyatdan çıxmışam. Yenə də əsas heyətin oyunçusu olsaydım, diyarda deyərdim ki, bu qədər oynadım, qol vura bilmədim. Ona görə də həddindən artıq bunu belə deyim də beynində fırladır. Nə qədər də deyəsə olsan ki, azarkeşdir də deməlidir. Nə var ki burada? İstər-istəməz hərlənir, fırlanır, beyninə təsir eləyir və bir şey də deyim ki, əslində belə məşqə çıxırsansa zədə almaq ehtimalın daha yüksək olur. Yəni oyunçular sinir belə deyim də, o sinir sisteminin pozulduğu zamanı ki, sən hər zaman beynində belə deyim də, o qədər də neqativ fikirlərlə olursansa, bədəninin kontrolu səndən itir. Ya harda sərt gedəsən, harda biraz özünü qoruyasan, bu cür şeylərdə zədə alma ehtimalı da olur. Yəni oyunçuya həddindən artıq çox pis təsir eləyir. Nəriman haqqında təzyiqlər çox oldu. Həddən artıq çox oldu. Nəriman özü də bildiyiniz qədərilə, yəni çox açıqlamaya meylli bir insan deyil. Siz bayaq dediyiniz kimi elə bilirəm özünə qapanıq biridir, sakit adamdır. Yəni Nəriman oynamadı deyə qalib gəldi. Bu qələbənin Nərimana borcu yox. Demək bu ona çox mənfi təsir. Memlər var idi, bilmirəm, görmüşdünüz yoxsa yox, qıraqdan Qurban müəllimin səsindən və yaxud da qıraqdan kimsə, "Ay, salma onu, salma." Ay, sal. Ya bu cür şeylər bizim üçün deyib gülürdü, eləyirdi, amma bir insan üçün həqiqətən də ortada heç kim olmadığı halda təzyiq çox idi. Atasının açıqlama gələndən sonra Nərimanın oynadığı oyunda tribunadan Nərimana dəstək şüarlarını yəqin ki gördü, sosial şəbəkədə gündəm olmuşdu. Bəli. Yəni biraz azarkeşlərimizdə də problem var. Aslan bəy, sizə son sual olaraq növbəti oyunumuz deyirəm, biz oynamırıq. Hə. Qarabağ Azərbaycan xalqının oyunu. Hə də yəni bizim oyunumuzda. Bizim o həyəcanı biz də hiss edirik də orada. Yəni ya tribunada baxanda, ya evdən nə bilim telefondan, televizordan baxanda. Növbəti oyun Liverpoollandır. Liverpoola qarşı bu oyunda gözləntiləriniz nədir? Bütün komanda olaraq da yəni. Mən bu cür tipik suallar mənim üçün çox olur da. Hər oyundan qabaq futbol ictimaiyyətində jurnalistlər bu ilə bağlı nə düşünürsüz, necə ola bilər? Yəni mənim həmişə birinci gündən etibarən, yəni Qarabağ Çempionlar Liqasına çıxmamışdan etibarən ki, mənim verdiyim bir cavab var idi ki, əslinə qalası olsa burdakı qalibiyyətlərimiz tək özümüzdən asılı olan bir şey deyil. Yəni biz yaxşı oynasaq %100 qalib gələrik deyə belə bir şey yoxdur. Enfield'dəki oyunda o cümlədən, yəni bu tarixi bir oyundur əslində. Yəni Enfielddə nəinki Qarabağ, yəni Real Madrid, Barcelona, onlar belə Enfielddə çıxanda, yəni onlar deyirlər ki, bu stadionun ab-havası tamam başqadır və onların azarkeşləri də azarkeşlik eləyirlər, əməlli başda azarkeşlik eləyirlər, mahnıları artıq himnə çevrilib də belə, bəlkə bir ölkənin himninə çevrilib onların mahnıları və o azarkeşlərin Azərbaycanın özündə də Liverpoolun kifayət qədər çoxlu azarkeşi var. Bu cür havada, bu cür atmosferdə oynamaq Qarabağ üçün asan da olmayacaq. Amma işin ikinci tərəfi ondan ibarətdir ki,
hesab edirəm ki, Qarabağ kifayət qədər artıq bu təcrübələri toplamağı bacarıb. Mən əminəm ki, bizim bu oyunda qol şanslarımız olacaq. Yəni mən belə deyim, münəccib deyiləm ki, və yaxud da hesabı tam deyim ki, biz bu oyunu udacağıq %100, əks halda milyarder olmaq olardı. Amma mən bütün oyunlarda belə deyim, bizim qol şansı, yəni potensialı dəyərləndirmək mümkündür ki, yəni bizim bu oyunlarda əslində hər bir oyunda bizim 2-3 dənə %100 qol şansımız olub. Baxası olsaq, elə aşağıdan yuxarı bütün komandalarla, ya %100 4-2 uduzduğumuz oyunda belə, 3-1 uduzduğumuz oyunda belə bir qol vurmuşuq, qollar vurmuşuq və bundan da əlavə şanslarımız olub. Bu onun göstəricisidir ki, əslində Liverpoola qarşı oynasaq da bizim yenə qol şansımız olacaq. Nə qədər qol şansımız olacaq, bu rəqibdən daha çox şey asılı olacaq ki, yəni nə qədər rəqib bizə o boşluqlara imkan verəcək ki, bizim o qol şanslarımız olsun. İkinci tərəfdən biz o qol şansları yaratmaqdan ötürü biz risk eləməliyik də. Yəni biz arxada geridə oturmaqdan qol şansı yarada bilmirsən. Yəni yenə də Zəfər Quliyev, onu da bilirəm ki, %100 Qarabağ başqa oyun üslubunda oynayası deyil. Hə, bəlkə orta xəttdə, bəlkə əvvəl məsələn Yankoviç qabağa atılırdısa, bəlkə indi bir balaca geridə qala bilər. Yəni cüzi dəyişiklik ola bilər ki, hə Liverpoola qarşı orada İngiltərədə tam olaraq açıq oynamayaq. Amma top bizdə olanda yenə də biz hücum qurmaq məcburiyyətindəyik. Hücum qurmaqdan ötürü cınaqdakı oyunçuları irəli atmalıyıq. Geridə artıq boşluqlar yaranır və bu boşluqları da bağlamaq lazım gələcək. Yəni orada təbii ki, bir baş məşqçi olaraq Qurban Qurbanov orada top itkisi zamanı Liverpoolun önə oynamasını biraz qarşısını almalıyıq. Elə eləyək ki, birbaşa olar bizə əks hücuma çıxmasınlar. Bu cür şeyləri, önləmləri görəcəklər, amma onların oyunçularına qarşı bunu nə qədər alındıra biləcəklər. Yəni mən daxili çempionatımızda bəlkə hansısa bir komandaya qarşı bunu eləmək olur. Yenə mən obrazlı şəkildə deyirəm. Amma hansı komandaya qarşı bunu eləmək düz deyilsən, amma alladıb keçirlər səni. Bəzən o standart vəziyyətlərdə deyirlər ki, nətər qol buraxırsınız, siz Qarabağın o ən yaralı yerlərindən biri o standart vəziyyətlərdir. Yəni sən məşqçi olaraq nə edə bilərsiniz ki, siz orada? Ya sən deyirsən ki, Aslana qarşı yaxın dur oynaya. Aslan səndən əgər 50 sm də hündürdürsə, o tullanıb başla vurursa, onun yanına 50 nəfər qoysan belə, yenə də xeyri yoxdur. Yəni tullanır adam başla vurur da. Bunun başqa bir çıxış yolu yoxdur. Yəni onu qədər və yaxud da o hündürlükdə tullana bilən birisini gərək tapasan. Dolayısıyla yolla bəzi şeylər bizim əlimizdə deyil. Amma mən maraqlı oyun olacağına əminəm. Çünki Liverpoolun da hal-hazırki vəziyyəti nə qədər də belə deyim də gülünc olsa da, onlarda da biraz vəziyyət o qədər də yaxşı deyil. Üstəlik onlar üçün daxili çempionat mən elə gəlir ki, indiki Çempionlar Liqasından daha vacibdir. Çünki işləri bir balaca o qədər də yaxşı getmir İngiltərə Premyer Liqasında. Bu nəzəri olaraq bəlkə bizim üçün bir balaca üstünlük verə bilər. Digər tərəfdən bizim üstün tərəflərimiz biz artıq demək olar ki 95-98% təmin eləmişik də play-offa çıxmağımızı. Və bu bizim üçün bir bazar rahatlıq gətirəcək ortaya. Yəni o bir Eintrachtda uduzsaydıq məsələn, ya burada 100% qələbə qazanmalıyıq. Bu biraz baskı altında saxlaya bilər. Amma indi nisbətən psixoloji olaraq daha rahat şəkildə gedirik. Ya bütün bunların fonunda, bütün bunların hamısını nəzərə alası olsaq, məncə şanslarımız var. Mən heç-heçə də eləyə bilərik əslində. Çox da real şey də deyil. Heç-heçə də olsa, yəni yenə də böyük bir olur deyə məncə. Heç-heçə olsa zaten bizim üçün ən yaxşı nəticələrdən biridir. Yəni bir İngiltərədə biz elə səhv eləmirəmsə xalq qazanmamışıq İngiltərə meydançalarında. Chelsea-dən ilk xalımız idi. Liverpoola indiki hal-hazırki durumla ki bir balaca bizim üçün bu uğurlu bir il saymaq olar da. Bizim üçün biraz uğurlu da olası olsa, yəni biz oradan xallar da almaq ehtimalımız yüksəkdir. Van Dijk haqqında dedilər, yəni belə deyim də, Van Dijk var orada. Van Dijk'ın da indi həmin o dövrü deyil, yavaş-yavaş. Bəli, yəni Türkiyə ilə Hollandiyanın oyununda biraz aciz qaldığı görsənirdi, yadınıza gəlirsə. Barış idi, səhv eləmirəmsə, həmin cınaqdan. Barış, Açıq-aşkar, yəni sürətdə uduzduğu görsənilirdi. Ümid eləyək ki, bizdə də cınaq hücumçularımız Andrade olsun, digərləri olsun. Yəni o sürətdə onu keçəcəklər. Yəni dolayısıyla yolla bizim hücumlarımızın gedişatı əslində Liverpoola qol vurmağa şanslarımızı gətirib çıxardır. Dediyim kimi sadəcə olaraq nə qədər biz onların qarşısını ala biləcəyik, bu artıq belə deyim də müzakirə mövzusudur. Hər halda azarkeşlər üçün son olaraq onu deyə bilərəm ki, həzz alası bir oyun olacaq. Ən azından belə o həyəcanı yaşaya biləcəyik. Həyəcana dəyəcək də nəticə gözləyirik. Bəli. Yəni lab olmasa da belə
bir daha geri dönüş eləyəsi olsaq, mənim bu Çempionlar Liqasından gözləntilərim, ya biz neçə komanda udarıq, neçəsini uzarıq deyə deyildi. Mən hər zaman azarkeşlərə tövsiyəm o idi ki, ya bundan həzz alaq da, ya baxaq oyunlara, udursaq da belə, ən azından biz Çempionlar Liqasında oynayırıq. Hansısa bir belə deyim, bir dost aşna içində, qrupun içində oyunu izləyərəkdən kimsə semiçkasını çıtlaya, kimsə nə bilim bir bakal pivəsini içir, kimsə belə də müzakirə eləyir, futbol çayını içə-içə mürəbbəsi ilə futbola baxır. Yəni bu həyəcanı yaşamaq hələm-hələm baş verə bilən şey deyil. Biz adətən digər komandaların oyunlarına belə baxırdıq. Adətən digər klubları belə deyim də azarkeşlik eləyirdik. 8-də 1-də ya və yaxud da yarım finalda. İndi Qarabağa baxırıq, öz komandamızdır. Çox sevindirici haldır. Bəli, yəni mən əslində həzz verici bir oyun olacağını düşünürəm. Mən elə düşünürəm. Liverpoolun da bütün Azərbaycan xalqı olaraq belə düşünürəm. həm fikrik. Yəni əslində güclü bir komandadır. Yəni bu etiraf eləməliyik. Söz Amma belə deyim də keçilməz deyil. Biz bunu sübut eləmişik artıq. Güclü komanda olmasaydı zaten, yəni bu səviyyəyə gələ bilməzdi. Təbii, yəni dolayısıyla yolla bizim şanslarımız var. Yəni şey deyilik də ki, yox burada gözlənilmir qələbə qazanmaq, elə deyil. Bunun üçün də Qarabağa bir çox sağ ol düşür ki, artıq biz Təşəkkürümüzü Avropanın bildiririk şedevrlərinə qarşı bir hal da olsa gözləyirik. Yəni məğlub olsaq da belə yenə də biz play-offda olacağıq. Play-offda Yəni bunu da demək lazımdır. İlk 24-də daxil oluruq. Təbii. Yəni çünki hamısı uduzmalıdır, səhv eləmirəmsə ki, yəni biz play-offa çıxa bilmirik. Nəzərə baxımdan hələ belə deyim də %100 deyil. Amma mümkün olan bir şey deyil də. Yəni 8-9 komandanın hamısının məğlub olması. Sadəcə olaraq burada kim düşəcək? Bu da azarkeşlər üçün indidən artıq hesab-kitab eləyirlər ki, kim düşəcək, kimdən oynaya bilərik. Yəni mənə görə biraz Paris Saint-Germain, Bavariya, bu cür komandalar düşəsi olsa, yox, əslində bunlar düşə bilməyəcəklər. Yəqin ki, Paris Saint-Germain onlar 9-lığa çıxacaqlar. Yəni o Barcelona biraz belə deyim də sərhəddədir. Düşməyə bilər əslində. Barcelonada 9-dan aşağı yer tuta bilər əgər məğlub olsa. Ona görə Barcelonanın düşməsini istəməzdim mən, sözün düzü. Çünki Barcelonaya qarşı oynamaq, düzdür, onlar da indi prime dövrü deyil. Amma ən azından Marseille falan belə də PSV bunlarla oynamaq mümkündür. Məncə indi bu dəqiqə Qarabağın prime dövrüdür. Başqa heç bir komandaya Liverpoolun heyətində də itkilər məncə bizim üçün çox böyük şansdır. Təbii. Yəni bu nisbətəndir. Yenə də azarkeşlər biraz başqa cür başa düşər. Yəni Liverpooldur da. Liverpool yenə də Liverpooldur. Liverpoolun o belə deyək də Premyer Liqada o çempionluq uğrunda oynayan əsas heyəti və bəlkə onların əvəzinə olmayan bəlkə ikinci heyət, bu bizim üçün bəlkə dişimizə uyğun ola bilər. Amma yenə də Liverpool seçibsə onu. Təbii ki. Yəni belə deyək, yenə də bir Qarabağı daxili çempionatımızda götürəsi olsaq, yəni Kəpəz məsələn əsas heyətlə oynamağı daha çox tərcih etməzlər, nəinki ikinci heyətlə qarşı. İkinci heyət də ikinci heyətdir. Yenə də çətinlik çəkdilər. Qapının ağzından çıxa bilmirdilər çox vaxtı, amma qələbə qazanmağı bacardılar. Yəni mənim də gətirmək istədiyim əslində bu istiqamətdir ki, o bütün heyəti tam qüvvədə olan Liverpoola qarşı yox, biraz daha zəif Liverpoola qarşı oynasaq daha yaxşı olar və bu Liverpoola qarşı bizim qələbə qazanmaq, xal qazanmaq şanslarımız daha yüksək ola bilər. Nərman, sənin qadan alım Nərman. Bax, uje belə danışıram. Qırağa fikir vermə. Mental olaraq özünə hazırla, keç oyna. Yəni Nərman əslində gedə də bilər. Başqa klublara da transfer ola bilər. Bu da gündəm ola bilər əslində. Çünki mən Bəhlul'la bağlı elə bir xəbər gördüm. Nərmanla da bağlı var idi. Bayaq istədim o mövzuya toxunum. Sadəcə olaraq üstündən keçdik. Çindən, Amerikadan falan, yəni böyük klublardan onlara maraq yaranmışdı artıq. Çempionlar Liqasında oynayan istənilən bir oyunçuya qarşı maraq yaranır. Bayaq dedim də bu Çempionlar Liqası biraz brend ortaya çıxardır. Yəni məsələn, bilmirəm burada demək olar o idman firmalarının adını yoxsa yox, reklam sayılır yoxsa yox. Yox, buyurun. Yəni məsələn Adidas və belə deyim də Nike. Yəni bu ikisi də eyni demək olar ki, firmadır da. Amma sən biri Adidas əgər Çempionlar Liqasını təmsil eləyirsə, düzdür, hamısı təmsil eləyir bəlli bir səviyyədə. Amma sən Çempionlar Liqasının qalibi Adidasdırsa, hamı Adidas almağa çalışır. Əslində baxası olsan eyni şeydir. Dolayısıyla Çempionlar Liqası sənə o bazarda sənin qiymətini 1-ə 5 artırır. Və sən orada necə performans göstərməkdən asılı olmayaraq sənin qiymətin Çempionlar Liqasının oyunçusu kimi dəyərləndirilir. Və əslində Nərman da istənilən bir çempionatda oynaya bilən bir potensiala malikdir.
Bəhlul haqqında dediniz. Bəhlul da deyəsən getmək istəyir. Yayda hər ikisinin Satma ehtimalı, bəli, yəni hər ikisini çünki gəncdirlər. Digər tərəfdən Qurban Qurbanovdan nəticələr tələb olunursa, onlar istər-istəməz yeni bir hücumçu almalıdırlar. Yeni bir hücumçu alırsansa, 2-3 dənə hücumçunu saxlayıb çürütməyin mənası da yoxdur. İstər-istəməz onları satıb yenə də onların maliyyəsinə başqa bir şeylər eləmək olar. onların bizim komandadan getmələri onlar üçün nə qədər müsbət bir gələcək əldə edə bilərlər. Əslində getməklərindən daha çox onlar gedib hardasa oynayacaqlarsa, yəni əsas heyətin Juninho oyunçusu kimi olmayacaqlarsa, bəli, yəni əsas heyətin oyunçusu olduqları halda məncə onlar üçün bir üstünlük yaradacaq və istər-istəməz bizim daxili çempionatımızdan da çıxacaqlar da. Yəni nə qədər də olmasa bir legioner həyatı sənə yeni sərhədlər açır və onların inkişafı üçün mənə görə xeyirli ola bilər. Qarabağ gözəl yerdədir. gözəl yerdədir. Zirvədədir hələ də. Çox sağ olun dəvətinizi davam qəbul edib gəldiyiniz üçün. Çox gözəl söhbət oldu. Ümid edirəm ki, Aslan bəy də elə fikirləşir. Təbii ki, mən də sizə uğurlar arzulayıram. Çox sağ olun. Arzu edirəm ki, təşəkkür edirəm. elə harda olmağınızdan asılı olmayaraq Qarabağın oyununda bir daha sevinəcəksiniz. İnşallah. İnşallah. Hamımız belə deyim də futbol haqqında yenə də bir də görüşüb sizlə söhbət eləyəcəyik. İnşallah. Çox sağ olun. Siz sağ olun. Reji bəsdir, Reji. Bəsdir.